Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugün sizlərə 8-ci mikrorayon ərazisində 67 kvadrat sahəsi olan bir mənzil təqdim edirəm. Mənzil şəxsi yaşayış üçün yüksək səviyyədə təmir olunub, 67 kvadrat metr sahəsi var. İndi isə mənzillə ümumilikdə tanış olaq. Bura mənzilin giriş qapısıdır. Girər-girməz qapıdan sağ hissədə sancaq qovşağı. Daxilini sizə göstərim. Belə bir geniş ölçüyə malik, olduqca gözəl təmir olunmuş və geniş sahəsi olan bir hamam otağı. İndi isə buradan keçid eləyək mənzilin yataq otağına. Hal-hazırda siz yataq otağını görməkdəsiniz. Yataq otağı olduqca gözəl, zövqlə təmir olunub və geniş sahəyə malikdir. Bu hissədə divar içi gizli qardırob yığılıb və yatağın ətrafında hərəkət etmək üçün kifayət qədər yer var. Qeyd etmək istəyirəm ki, bu pərdənin arxasında eyvan yerləşir. Eyvanda da əşyalarınızı saxlamaq üçün dolab yığılıb. Hal-hazırda gördüyünüz kimi mənzildə Toshiba kondisioner və bütün elektro tavarlar hamısı brend markalara məxsusdur. Burada da yenə koridor hissədə yığılan divarda dolab var. Dolab olduqca gözəl, indiyənə qədər rast gəlinməyən teksturada hazırlanıb, mərmər tekstura görsənir və buradan da keçid eləyək mənzilin qonaq otağına. Qonaq otağı çox füsunkar rənglərdən istifadə olaraq təmir olunub və olduqca gözəl, zövqlü dizaynı var. Belə gördüyünüz kimi bu qonaq otağının ümumi görünüşü bu formadadır. Mənzil tam əşyalı satılır. Olduqca bahalı əşyaları olduğunu asanlıqla müşahidə etmək mümkündür. Bu mənzil studiya tipli mənzildir. Bu hissədə isə mətbəx mebeli və mətbəx avadanlıqları quraşdırılıb. Gördüyünüz kimi bu belə bir gözəl zövqlə dizayn və təmir olunmuş bir mənzildir. Mənzil 67 kvadrat metr sahəyə malikdir. Start olaraq qiyməti 200.000 manatdır. Real alıcılar bizimlə əlaqə saxlaya bilər və mənzilə gəlib yerində əyani baxış keçirdə bilər. Sağ olun, gələn görüşlərdə görüşənədək.